Xərçəng hüceyrələri sonsuz sayda çoxalma qabiliyyətinə malikdir. Buna görə də onları bəzən ölümsüz hüceyrələr adlandırırlar. Qoşhasəli şişlər qoşhasəli şiş hüceyrələri öz sərhədləri daxilində yaşayırlar. Çiş toxumasının ətrafında xüsusi bir kapsul yaranır. Çiş böyüdükcə bu kapsul da onunla birlikdə genişlənir. O böyüdükcə ətrafdakı sağlam toxumaları sadəcə kənara itələyir. Onlara birbaşa zərər vermir. Buna görə də xoşhasəli şişlər orqanizmə ciddi mənfi təsir göstərmir. Bədxasəli şişlər, bədxasəli xərçəng hüceyrələr isə əsl işğalçılar kimi davranırlar. Onlar bütün bədənə yayılmağa çalışır. Qonşu toxumalara nüfuz edərək onları parçalayır və məhv edirlər. Bu hadisə infiltrativ artım adlanır. Bədxasəli şiş hüceyrələri həmçinin metastaz verə bilirlər. Yəni, yarandıqları ilkin nahiyədən uzaqlaşaraq bədənin digər hissələrinə keçirlər. Yeni bir bölgəyə yerləşən bu hüceyrələr zamanla orada ilk şişləyini tərkibdə olan yeni bir törəməyə çevrilirlər. Bu an hospitalda müasir avadanlıların köməkliyi ilə erkən diaqnoz əldə edərək həyatınızı xilas edə bilərsiniz. Önəmi isə işğalçını nə qədər tez aşkar etsək, müalicə bir o qədər uğurlu olar. Klinik müayinələrin əsas məqsədi də budur. Xəstəliyi hələ heç bir şikayət və ya simptom yaranmadan ən erkən mərhələdə müəyyən etmək.